İsə gəlin sizə ən yaxşısı feilin təsdiq və inkarından, daha sonra feilin zamanlarından danışım. Deməli, feillər hərəkətin icra edilib, edilmədiyinə görə iki yerə bölünür. Yəni, ya bu hərəkəti eləyəcəksən, olacaq təsdiq, ya da eləməyəcəksən, olacaq inkar. Təsdiq və inkar. Hərəkətin, belə deyim də, icra edilmədiyini bildirən feillərə, olmayan, icra edilməyən feillərə inkar feillər deyilir. Və inkar feillər ma üstü 2 şəkilçisi ilə formalaşır. Məsələn, deyirəm, görmə. Baxma. Vurğu da həmişə feilin öz üzərinə düşür. Və inkar şəkilçisi yadınızda saxlayın. İnkar şəkilçisi qrammatik şəkilçisidir. Və feilə aid yeganə qrammatik şəkilçisidir ki, özündən sonra məsdər qəbul edə bilir. Məsələn, bax, deyirəm ki, görməmək. Məsdər şəkilçisi qəbul elədi. Yenə də deyirəm, deməli, yeganə, feilə aid yeganə qrammatik şəkilçisidir ki, özündən sonra məsdər şəkilçisi qəbul edə bilir. Əgər sual versələr ki, hansı şəkilçisidir, feilin hansı şəkilçisidir ki, o qrammatik şəkilçisidir ki, o özündən sonra məsdər qəbul edir, mamə şəkilçisidir. İnkar şəkilçisi söz təsdiq məzmununu ifadə edə bilər. Yadınızda saxlayın, əsas məqamlardan biri də budur. İnkar şəkilçisi təsdiq məqamı da, məzmunu da ifadə edə bilir. Məsələn, bax, deyirəm ki, mən nəyi də bilmərəm ki? Ya da deyirəm ki, o nəyi də bilməz ki? Bilməz ki. Yəni, hər şeyi mamədir, hər şeyi edə bilər mənasındadır da, təsdiq mənasındadır. Bu mənada verir. Və bir dənə feilin lazım şəklidir ki, o mamə şəkilçisi qəbul eləmir. Ona görə də deyil. Sözünün köməyi ilə yaranır. Məsələn, deyirəm ki, yazası deyil. Burada da inkarda işlənmiş olur. Məsələn, deməli deyil, yazası deyil və s. İndiki və qeyri-qəti gələcək zamanlarda ma şəkilçisinin saiti düşür. Bu indiki və belə deyim, qeyri-qəti gələcək zamanda bunun saiti düşür. Məsələn, bax, deyirəm, oxu mur indiki zamanda plus mı plus ur olur bu. Yəni, burada mamə olmayacaq, m'nın a'sı düşəcək. Məsələn, ya da deyirəm ki, yaz qeyri-qəti gələcək zamanda plus m plus az şəklində olacaq. Çünki bunun ma'sı qalsa yerində bu a artıqlığa girək. Ona görə biri düşür, m olaraq qalır. Qeyri-qəti gələcək zaman inkarda işlənərkən belə deyim, üçüncü şəxsin təkində tək və cəm. Üçüncü şəxsin təkində və cəmində ar zaman şəkilçisi keçir z olur. Baxın bu. Deməli, bu qoy birinci bunu yazım. Ar dönür olur az. Nə zaman qeyri-qəti gələcək zaman inkarla işlənəndə. Məsələn, bayaqları dedim. Oxumaz. Oxu plus m inkar plus az. Bu ardı az şəklində olub. İnkarla işlənəndə olur. Yazmaz və s. Deməli, inkarlıq şəkilçisi ma ilə isim və sifət düzəldən ma şəkilçisinin fərqləndirilməsindən gəlin danışaq. İnkarlıq ma
İsim, sifət, düzəldən ma. Baxın, yadınızda saxlayın. İnkar şəkilçisi qrammatik şəkilçisidir. İnkar şəkilçisi vurğu qəbul etməz. Vurğu. Bayaqlarda dedim, bax. Məsələn, burada bayaqlarda dedim. Dedim ki, sözün öz üzərinə düşür. Baxma, görmə, şəkilçinin üzərinə düşmür. Vurma, bölmə, bölmə, qazma. Yəni hərəkəti icra etmə. Amma isim və sifət düzəldən ma şəkilçisi leksik şəkilçisidir, leksik və vurğu qəbul edir. Deyirəm ki, bax, buraya yazıram, vurma. Uşağı vurma, uşağa dəymə. Vurğu bura düşür. Bir də deyirəm ki, vurma cədvəli. Bölmə. Deyirəm ki, bölmə əməli. Vurğu düşür maməyə. Bu da feilin və təsdiq inkarı. İndi gəlin uşaqlar, sizə danışım feilin zamanlarını. Feilin zamanı. Deməli, bax, yadınızda saxlayın ki, zamana görə dəyişmək, feili digər nitqisi, hər nitq hissəsinin özünə məxsus bir xüsusiyyəti olur da, düzdür. Bu zamana görə dəyişməkdə feili digər nitq hissələrindən fərqləndirən əsas xüsusiyyətdir. Ən əsas xüsusiyyətlərdən biri budur. Baxın, zaman necə formalaşır? Bir işdir. Qarşımda bir iş var, düzdür. Bu iş ya bitəcək. Mən bu işi ya bitirəcəm. Ya bu işi, belə deyim, davam eləyəcəm. Davam. Ya da mən bu işi gələcəkdə icra olunduğunu bildirəcəm. Deyə bir, gələcəkdə icra oluna bilər. Planda var. İcra, gələcəkdə icra oluna bilər. Ona görə də belə deyim, zamanlar 3 yerə bölünür. Bitirsə olur, iş bitirsə olur, keçmiş, bitdi, getdi. Əgər iş davam eləyirsə, məsələn, mən sizə indi dərsi izah edirəm və davam edirəm. Bu olur indiki zaman. İndiki zaman yaranmış olur. Əgər mən işin gələcəkdə icra olunacağını planlayıramsa, deyirəm ki, hə, bu iş ola bilər. Bu olur artıq gələcək. Gələcəkdə. Daha sonra gəlin indi zamanların şəkilçilərinə və xüsusiyyətlərinə baxaq. Keçmiş zamandan başlayaq təbii ki. Keçmiş zaman özü bölünür 2 yerə. Birincisi şuhudi keçmiş zaman. İkincisi nəqli keçmiş zaman. İndi nəqlidən də danışarıq. Şuhudi keçmiş zamanda nə baş verir? Baxın, yadınıza saxlayın. Şıhıdı. Yəni şahid. Burada bir şahid var. Hərəkətin icrasını şahidlik yolu ilə bildirir. Hərəkəti, belə deyim də, şahidi olan, görən danışır da. Bu günləri, məsələn, siz dalaşmışsınız, mən də orada şahid olmuşam. Sizi konkret olaraq görmüşəm. Öz gözümlə görmüşəm, şahidlik eləmişəm və bunun şəkilçisi nə olacaq? Fiil plus d, du, dü. Və şəxs şəkilçisi. Bu şəxs şəkilçisi də heç. Əsas şəkilçisi budur, d-dir. Yadınızda saxlayın. Deməli, deyirəm ki, bax, gördüm. Gördüm. Gəldin. Gəldin. Baxdım. Oy. Baxdı. Bu şuhudi keçmiş zaman. Nəqli keçmiş zaman. Nəqli. Yadınızda saxlayın. Nəqli keçmiş zaman, belə deyim də, nığıl, nağıl. Yadınızda saxlayın bunları. Əvvəl icra olunmuş hərəkəti bildirir. Hadisəni görən yox. Yəni, nağıl etmə yolu ilə bizə gəlib çatır da. Hadisəni görən yox, eşidən danışır da. Yavaş-yavaş, ondan ona, ondan ona belə.
Bu da mış və ıb şəkilçilərinin köməyi ilə yaranır. Bax, deməli, fiil plus mış. Biz məsələn şəxs şəkilçisi. Əsas şəkilçimiz bu mışdır. Deyirəm yazmışam. Gəlmişsən, baxmışsan, baxmışdır və s. Üçüncü şəxsdə ıb şəkilçisi ilə əmələ gələ bilər. Məsələn, gəlibsən. Sən. İkinci şəxsdə də düzdür, sən gəlibsən. Ib. Deyirəm ki, baxıbdır. O, üçüncü şəxs. Bu da olur bizim nəyimiz? Keçmiş zamanımız. İndi gələk birlik də deməli keçmiş zaman ya şahidlik yolu ilə ya da nağıl etmə yolu ilə yaranır. Ona görə də bölünür iki yerə. Mış və mış nəql etmə yolu, şahidlik, şuhudi, keçmiş d ilə. İndi gəlir indiki zaman. İndiki zaman deməli iş və hərəkətin söhbət gedən vaxt icra edildiyini və ya edilmədiyini bildirir. Yəni hal-hazırda mən bu işdən danışıram və bu iş hal-hazırda yerinə yetirilir. Deyirəm ki, dərs keçirəm. Hal-hazırda keçirəm dərs. Fiil plus ır. Bax, deyirəm ki, yazır. Yazıram. Yazırsan. Yazırıq. Nə bilim, yazır. Baxır. Baxmır və s. Bu bizim indiki zamanımız. Gəlir gələcək zamana. Uşaqlar, gələcək zaman bilirik ki, özü bölünür iki yerə. Ya bu qəti olacaq, ya da qeyri-qəti olacaq. Qəti gələcək zaman, qəti gələcək zaman. Qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icra olunub, olunmayacağını qəti şəkildə bilindirir də. Məsələn, burada fiil üzərinə acaq əcək şəkilçisinin gəlməsi yolu ilə yaranır. Bizim deyirəm ki, yazacağam. Hep ki, mütləq deyirəm də. Deyirəm ki, bugün mən bu dərsi mütləq yazacağam. Bu dərsin izahını mütləq çəkəcəyim. Acaq əcək şəkilçisi ilə formalaşır. Amma qeyri-qəti gələcək zamanda, bu iki yerə bölünür axı gələcək zaman. Bunun da biri qeyri-qəti gələcək zamandır. Qeyri-qəti gələcək zamanda, belə deyim də, iş və hərəkətin gələcəkdə icra olunub, olunmayacağını qəti şəkildə bildirmir də. Bilirsiniz necə? Elə bir ki, inşallaha oxşuyur. Nə deməkdir bu inşallah? Deyirəm ki, hə, inşallah yazarsan, hə, inşallah oxuyarsan dərsi. Bu növdə. İnşallah, elə bir sözün əvvəlinə inşallah əlavə eləyirəm də. Fiil plus ar. Deyirəm, yazaram, gələrəm, gələrsən, baxar, baxmaz və s. Ar zaman şəkilçisi sonu a-ə saiti ilə bitən sözlərə qoşulanda ar şəkilçisinin saiti düşür. Nə deməkdir? Bax, bunu deyirəm. Deməli, ar plus ar zaman şəkilçisi. Əgər sözün sonu a-ə ilə bitirsə, sözün sonu a-ə ilə bitirsə, həmin sözə ar qoşulursa,
Deməli bu ar şəkilçisinin saytı düşür. Buradakı a-ələr qalır. Bu nə deməkdir? Bax deyirəm. Gözlə. Sonra ə ilə bitdi. Plus ar əlavə eləyirsə bura, buradakı a düşəcək. Olacaq gözlər. Bu qoşa gözümdən danışmıram ha. Gözləmək mənasında. Yəni gözləyər mənasındakı gözlərdən danışıram. İndi gəlin bu yox, bu qalsın. Bu qalsın. Bunu mən müqayisə eləməyim. Gələcəkdə sizlə bu ıb şəkilçisinin, sonra mış şəkilçisinin müqayisəsini aparacağım digər feilin təsriflənməyən formalarının şəkilçiləri ilə. İndi gəlin, mən sizə danışım feilin şəxsə və kəmiyyətə görə dəyişməsindən, daha sonra feilin təsriflənən formalarından. Feilin şəxsə və kəmiyyətə görə dəyişməsi, dəyişə bilməməsi baxımından belə ümumən iki yerə bölünür də. Feilin şəxsə və kəmiyyətə görə dəyişməsi. Belə deyim, şəxsə və kəmiyyətə görə dəyişə bilən feillər təsriflənən feillərdir. Bura feilin şəkilləri daxildə əmrdir, xəbərdir, arzudur, vacibdir, lazımdır, şərt şəkildir. Və şəxsə və kəmiyyətə görə, zamana görə dəyişə bilməyənlər isə təsriflənməyən feillərdir. Məstərdir, feil sifəti, feil bağlamadır. Bunlar haqqında bəlkə də məlumatınız var. Şəxsə və kəmiyyətə görə dəyişmək nə deməkdir? Məsələn, baxın, mən deyirəm ki, təkdə, məsələn, birinci şəxsin təkində gəlirəm, mənlə işlənə bilir. Deyirəm, mən gəlirəm. Bu şəxsə görə dəyişdi. Ya da deyirəm ki, biz gəlirik. Bu olur birinci şəxsin cəmi. Amma mən bunu, mən gələndə. Bunu mən şəxsə kəmiyyətə görə dəyişə bilmədim. Biz gələndə. Bunu mən şəxsə kəmiyyətə görə dəyişmədim. Yəni burada nə belə deyim də əmrin, xəbərin, arzunun, vacibin, lazımın, şərtin şəkilləri işlənməsə, başqa təsriflənə bilməyən feillərin şəkilçiləri işlənə bilmir. Təsriflənən feillərdə belə deyim, şəxsə görə dəyişmə aydın şəkildə görünür. Amma təsriflənməyən feillərdə belə bir dəyişmə olmur. Əvvəlindəki şəxs əvəzliyini silsək, məsələn, deyirəm ki, gələndə. Biz gələndə. Mən burada bilməyəcəm ki, mən gələndədir, biz gələndədir, siz gələndədir, sən gələndədir. Amma deyirəm, mən gəlirəm. Bunun qarşısındakı şəxsi mən silsəm, əvvəlindəki şəxs əvəzliyini silsəm, gəlirəmdəki əm şəkilçisi ilə mən biləcəm ki, burada artıq mənim gəlməyimlə danışılır. Və deyirəm ki, siz gəlirsiniz. Buradakı siz gəlirsinizdəki sizi mən oradan şəxs əvəzliyini silsəm, siniz şəkilçisinin köməyi ilə artıq mən tapa biləcəm ki, orada söhbət nədən gedir? Yəni sizin gəlməyinizdən gedir. Bu oldu feilin şəxsə və kəmiyyətə görə dəyişməsi. Bir də təkrar edirəm. Deməli, təsriflənən feillər şəxs və kəmiyyətə görə dəyişə bilir, amma təsriflənməyən feillər şəxs və kəmiyyətə görə dəyişə bilmir. Feilin təsriflənən formaları, yəni feilin şəkilləri. Şəkil. Baxın, feil şəkilləri iş görənin, burada iş görən subyektdir. İş görən. İş görənin. Görülən işə münasibətini bildirir. Bu nə deməkdir? Yəni, bax, bir şəxs işin icrasına ya əmr eləyəcək, ya xahiş eləyəcək, ya həmin işin görüldüyünün xəbərin verəcək, ya onun vacibliyini bildirəcək, ya lazımlığını bildirəcək, ya da ki, onu arzu eləyəcək ki, kaş bu iş görülsə. Buradan feilin təsriflənən formaları yaranır. Yəni, feilin şəkilləri yaranır. Feilin şəkilləri də bu müəyyən qayda ilə düzəlir. Deməli, feil, yəni feilin kökü və ya feilin başlanğıc forması,
Üzərinə gəlirəm şəklin əlamətlərin. Şəklin hansı əlaməti varsa artıq, şəklin əlaməti və üzərinə gəlirəm şəxsin şəkilçilərin. Bu alınır feilin şəkli. Bizim düsturumuz belə olacaq. Deməli, feilin kökü, yəni və ya feilin başlanğıc forması. Həmin bu ikisindən birinin üzərinə gələcəm həmin şəklin əlamətin, əmrdirsə əmrin, arzudsa arzunun və s. Daha sonra gələcəm şəxs şəkilçisi. Bu yaradacaq bizim təsriflənən feilimizi. İlk öncə gəlin danışaq nədən? Danışaq feilin əmr şəklindən. Feilin əmr şəkli, əmr, xahiş, məsləhət, təklif və nəsihət bildirir. Bunları bildirən feillərə feilin şəklinə əmr şəkli deyilir və bunun xüsusi şəkilçisi yoxdur. Özünə məxsus şəkilçisi yoxdur. Feilin nə? Əmr şəklinin özünə məxsus xüsusi şəkilçisi yoxdur. Nədən? Xəbər şəklinin özünə məxsus xüsusi şəkilçisi yoxdur. Və bunun məzmununda, özündə demirəm, baxın, məzmununda deyirəm. Məzmunda gələcək zaman anlayışı var. Gələcək zaman anlayışı var. Əgər desədim ki, özündə gələcək zaman anlayışı var, onda bu gələcək zamanın şəkilçisi ilə işlənməlidir. Deməli, məzmununda gələcək zaman anlayışı var. Feilin kökünə və ya başlanğıc formasına yalnız şəxs şəkilçisi artırmaqla plus şəxs. Bizim düsturumuz belə olacaq. Şəxs şəkilçisi artırmaqla düzəlir. Məsələn, bax, deyirəm ki, bura yazıram feil. Bu kökü və ya başlanğıc forması. Belə. Deyirəm ki, mən yaz, bu feilimiz kökü plus ım. Bu da bunun şəxsi. Mən yazım. Oldu əmr. Sən yaz. O yazsın. Biz yazaq. Siz yazın. Onlar yazsınlar. Əmr şəklinin ikinci şəxsin təki şəxs şəkilçisi qəbul etmir. Bax, bayaqlar dedim. Sən yaz. İkinci şəxsin təki sən. İkinin təki. Və bu şəxs şəkilçisi qəbul etmir. Və yadınızda saxlayın. Bütün feillərin başlanğıc forması ikinci şəxsin təkinin düsturuna uyğundur. Bütün feillərin başlanğıc forması ikinci şəxsin təkinin düsturuna uyğundur. Daha sonra buradan bir dənə qeyd yazın. Deməli, baxın, əmr şəklində ikinci şəxsin cəminin şəxs şəkilçisi vurğu qəbul etmir. Məsələn, bax, deyirəm ki, bu nə deməkdir? Apar, əmr şəkli. Bunu çevir ikinci şəxsə, aparın. Burada vurğu qəbul edəməyəcək. Sözdəki sonuncu saitin üzərinə düşür. Aparın, gətirin, yazın. Belə, bu şəkildə. Digər şəxslərdə isə şəxs sonluqları vurğu qəbul edəcək. Bir dənə, baxın, ikinci şəxsin cəmi vurğu qəbul eləmir. Vurğu qəbul edir. Amma qalanlarında, belə deyim, digər şəxslərdə şəxs sonluğu vurğu qəbul edəcək. Məsələn, deyirəm ki, biz gedək, o gəlsin. Hamısında şəxs sonluğu vurğu qəbul edəcək. Əmr şəklində əmr ədatlarından da istifadə eləyə bilərik. Əmr ədatı istifadə oluna bilər. Məsələn, baxın, deyirəm ki, gəlin kitab oxuyaq. Gəlin burada. Bax, gecikməyin, ha. İndi danışaq xəbər şəklindən. Xəbər şəkli nədir? İşin nə zaman, kim tərəfindən görüldüyünü bildirən feil şəkli xəbər şəklidir. Yəni, xəbər verir də və özünə məxsus xüsusi şəkilçisi bunun da yoxdur. Amma burada bir nüans var ki, xəbər şəkli zaman şəkilçilərinə işlənir. Zaman şəkilçiləri ilə işlənir.
Bunun düsturu necə olur? Feil plus zaman şəkilçisi plus şəxs. Məsələn, bax deyirəm, ümumiyyətlə yadınızda saxlayın. Zaman şəkilçisi qəbul eləyən istənilən söz feilin xəbər şəklindədir. Deyirəm, mən yazıram. Mən yazıram. Sən yazdın. Keçmiş zaman, indiki zaman, zaman şəkilçisi qəbul edən istənilən feil xəbər şəklində olur. Bu bizim xəbər şəklimiz. Xəbər şəklimiz çox sadədir. Sonra gəlir arzu şəkli. Feilin arzu şəkli hərəkətin icrasını və ya belə deyim də icra olunmamasını arzu şəklində bildirir. Arzu eləyir. Xüsusi qrammatik göstəricisi təbii ki var. A-ə şəkli. Bunu mən ya-yə şəklində də bəzən görə bilərəm. Düsturu necədir bunun? Deməli, belə olacaq. Feil plus A plus şəxs şəkilçisi. Bunun da məzmununda, yenə də deyirəm, məzmununda gələcək zaman anlayışı var. Hansındaydı bir də gələcək zaman anlayışı? Əmr şəklində. Məzmununda gələcək zaman anlayışı var. Bax, məsələn, deyirəm ki, oxuya, yaza, baxa, görə və s. Ya da deyirəm, kaş gedəsiniz, gələsiniz və s. Və arzu şəkli gərək, kaş, barı, təki sözləri ilə işlənə bilər. Deyirəm, kaş gedək, təki qəbul ola və s. Əmr və arzu şəkilləri birinci şəxsin cəmində eynidir. Bu nə deməkdir? Deyirəm, yazaq. Yazaq. Bunu biz həm əmr şəklində götürə bilərik. Əmr şəklinin düsturu nə idi? Əmr şəkli, yəni feil, feilin şəklinin əlaməti, bir də şəxs şəkilçisi. Düzdür? Feildir, feilin şəklinin əlamətidir, şəxs şəkilçisidir də. Ona görə, bax, bunu mən arzu ilə ayırt edə bilmirəm. Burada belə bir nüans var. Yazaq sözü arzu şəklində olsa, yaz plus A, kaş yaza. Burada Q, biz yazaq mənasında olanda belə iki yerə bölünür. Amma əmr şəklində olanda belə olur. Yaz plus əmr şəklində olanda belə parçalanmır. Və bu feilləri adətən biz ədatlarına görə fərqləndirə bilərik. Necə? Əmr şəklinin ədatı necə idi? Məsələn, gəl, bax, bu şəkildə idi də, düzdür? Amma arzu şəklinin ədatı kaşla düzəlirdi, gərəklə, barı ilə, təki ilə düzəlirdi. Məsələn, deyirəm, gəl, yazaq. Burada artıq konkret biləcəksən ki, bu əmrdir. Amma deyirəm, kaş, yazaq. Burada kaş yazaq olanda yaz kökü olur, A və Q şəklində bölə bilirəm. Amma burada yaz kökü olanda A-ğı bir yerdə götürürəm. Bu belə. Sonra gəlirik nəyə? Vacib şəklinə. Vacib şəkli hərəkətin icra olunmasını və ya olunmamasının vacib olduğunu bildirir. Xüsusi qrammatik göstəricisi nədir vacib şəklinin? Malı, məli. Vacib şəklinin. Düsturu necə olur? Feil plus malı plus şəxs şəkilçisi. Deməli, bunun da məzmununda gələcək zaman anlayışı var.
Məsələn, bax deyirəm ki, mən yazmalıyam. Sən yazmalısan. Mən? Yox. Bunun inkarı həm də ma yox. Deyillə də düzələ bilər. Yəni iki cür də düzələ bilər. Həm ma ilə, həm deyil. Məsələn, deyirəm o yazmamalıdır. Malıdır. Bir də deyirəm ki, o yazmalı deyil. Bu şəkildə. Gəldik lazım şəklinə. Fiilin lazım şəkli hərəkətin icrasının lazım olub olmadığını bildirir. Bunun da özünə məxsus xüsusi qrammatik göstərici, yəni şəkilçisi var. Ası, əsi. Düsturu da belə olur. O birlər kimi fiil plus ası, əsi plus şəxs şəkilçisi. Bunun da məzmununda o birlər kimi gələcək zaman anlayışı var. Gələcək zaman anlayışı məzmununda bir dənə xəbər şəklində yoxdur. Çünki xəbər şəklinin özünə məxsus xəbər şəkli zamanlara işlənir. O həm indiki zamanda, həm gələcək zamanda, həm keçmiş zamanda işlənə bilər ona görə. Məzmunda gələcək zaman anlayışı var. Qısa yazıram. İnkarı ma şəkilçisi ilə yox. Bax, ma ilə işlənmir. Ma ilə işlənmir. Yalnız deyillə işlənir. Deyillə düzəlir inkarı. Məsələn, sən deyə bilməsən yazmayasıyam. Bu yanlışdır. Deyirsən ki, yazası deyiləm. Yazası deyiləm. Qalır şərt şəkli. Şərt şəkli hərəkətin icrasının icra olunub olmaması müəyyən bir şərtlə bağlı olduğunu bildirir. Özünə məxsus, yenə də bunda xüsusi qrammatik göstəricisi var. Sasə, feil plus sə plus şəxs şəkilçisi. Deməli, burada belə deyim, feilin şərt şəkli əgər, hərgah kimi bağlayıcılarla işlənə bilir. Müstəqil sadə cümlədə xəbər ola bilmir. Müstəqil sadə cümlədə xəbər ola bilmir. Yalnız tabeli mürəkkəb cümlənin aslı tərəfini təşkil edən budaq cümlədə işlənir. Bunu biz baş cümlə, budaq cümləni keçəndə daha ətraflı orada nümunələrlə izah edəcəm. Və həmin cümlənin xəbəri olur. Belə. Burada bir dənə qaldı. Deməli, malıdır, asıdır, acaqdır. Bunları digər şəkilçilərdən fərqləndirmək. Bunları da fərqləndirmək üçün bəzi xüsusi məqamlar var. Biz bunları gərək təsriflənməyən feilləri keçəndə izah eləməliyəm. Yəni onları indi izah etsəm onsuz da bilməyəcəksiniz, qarışdıracaqsınız. Bir dənə deyim ki, feilin şəkillərinin şəkilçiləri qrammatik şəkilçilər. Yəni indiyə qədər burada izah etdiyim şəkilçilərin hamısı qrammatik şəkilçilər idi.